siz həqiqətən də həddi aşan adamlarsınız. Onlar dedilər, ey Lut, əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan. O dedi, mən sizin əməllərinizə nifrət edənlərdənəm. Ey Rəbbim, məni və ailəmi onların tutduqları işdən xilas et. Biz onu və onun bütün ailəsini xilas etdik. Geridə qalanlar arasındakı yaşlı qadından başqa. Sonra da o birilərini darmadağın etdik. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən sənin Rəbbin qüdrətlidir, rəhimlidir. Əykə əhli də elçiləri yalançı saydı. O vaxt Şüeyb onlara dedi, məyər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın. Düz tərəzi ilə çəkin. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin. Sizi və əvvəlki nəsilləri yaradandan qorxun. Onlar dedilər, sən yalnız və yalnız sehirlənmişlərdənsən. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik. Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir. Şüeyb dedi, Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı.